öz həyat yoldaşının ondan razı olub olmamasını soruşur. Məndən razısanmı? Həzrət Əli üçün çox ağır doğrucu bir hadisə idi bu. Xanım Fatimə ilə vidalaşmaq, onu dəfn etmək. Bəqi qəbirstanlığında onu dəfn edir deyirlər, tarixdə belə qeyd olunur, amma dəqiq harda dəfn edir bilinmir. Çünki xanım Fatimənin vəfatından sonra da sakit dayanmadılar və Həzrət Əli ilə bu barədə mübahisələr etməyə başladılar ki, niyə görə o vəfat etdi, bizim xəbərimiz olmadı. Niyə onu dəfn etdin, bizim xəbərimiz olmadı. Halbuki onlar Həzrət Fatimənin son anlarında gəlirlər, amma xanım Fatimə onları qəbul etmir. Əslində bu onların gəlməyi, belə deyək, yalandan özlərini yaxşı insan kimi göstərmək üçün gəlmişdilər. Amma xanım Fatimə Zəhra bu oyuna gəlmir və onları qəbul etmir. Onları rədd edir. Hətta buna baxmayaraq belə Həzrət Əli ilə mübahisələr edirlər ki, niyə biz onun namazını qılmadıq? Gərək biz onun namazını qılaydıq. Hardadır onun məzarı? Gedək, açaq, təzdən namazını qılaq, təzdən dəfn edək. Hətta bunu belə etmək istəyirlər. Bu imansızlığı belə, bu qəddarlığı belə etmək istəyirlər. Və bu səbəbdən xanım Fatimə Zəhranın qəbri gizlin qalır və bunu heç kəs bilmir. İmam Əli əleyhissalam Bəqidə gedər oturar, xanım Fatimə üçün ağlayardı. Amma qəbrin yerini heç kimə deyə bilməzdi. Bu da İmam Əli əleyhissalamın məzlumiyyəti idi.